Salam hörmətli Sport Info TV izləyiciləri, bu dəfəki mövzumuz İmişli və Karvan klubları ətrafında olacaq. Bilirəm, yenə deyəcəklər ki, bu komandalardan nə istəyirsən, bu komandalardan peşəkarlıq istəyirik, bu komandalardan peşəkar yanaşma istəyirik. Təəssüf ki, hələ də biz bunu bu komandalar ətrafında görə bilmirik. İllərdir Premier Liqada bölgə klublarının olmasını istəyirik, amma təəssüf ki, bugün qarşımızda həvəskar səviyyədə bir komandaların hazırlaşdığını görürük. Artıq mövsüm bir aya yaxında başa çatıb, təəssüf ki, hələ də İmişli şəhər və Yevlax şəhər stadionu ilə bağlı hər hansı bir addım atılmayıb. Mövsüm başa çatandan sonra adı çəkilən arenaların qapısına vurulan qıfıllar hələ də açılmayıb. Azarkeşlərdə bir ciddi narahatlıq var. Bizə də sosial şəbəkə hesablarından yazırlar. Maraqlıdır, klub rəhbərləri nəyə gözləyir? Yəni fikirləri nədir? Gah büdcə bəhanə olunur, gah zaman bəhanə olunur. Artıq bir aydır mövsüm başa çatıb, amma heç bir addım atılmır. Və hətta 4-5 ay əvvəldən bilinirdi ki, bu klublar Premier Liqada çıxış edəcək. Klub rəhbərləri nəyə düşünürdü? Niyə o zamandan planlarını qurmurdular? Müzakirələrini o zaman aparmırdılar? Problemlərini o zaman həll etmirdilər? Axı bilirdilər bu komandalar növbəti mövsüm Premier Liqada olacaqlar. Premier Liqa birinci liqa deyil. Premier Liqanın səviyyəsi var. Bir Premier Liqa daha ciddi çempionatdır. Daha ciddi publika önünə çıxacaqsınız. Məncə qərarlar artıq çoxdan verilməlidir, amma bu komandaların ikisi də gecikir. Artıq yeni mövsümün başlamasına ay yarım qalır. Yeni mövsüm başlayanda mı bu arenalarda işlərə start veriləcək? Sonra da bəhanə olunacaq ki, hava şəraiti pisdir, gecikirik və mövsüm başa çatacaq və biz ümumiyyətlə mövsüm ərzində bu komandaların ev oyunlarını doğma meydanda keçirməsinə həsrət qalacağıq. Biz yox, daha çox azarkeşləri, bu iki klubun azarkeşləri. Yəni onların haqqı deyilmi? Uzun illərdən sonra Premier Liqaya qayıdan klublarını doğma meydanda görsünlər. Neftçini, Qarabağı doğma meydanda qarşılasınlar. Bu klubların ulduz futbolçularını, yüksək səviyyədə çıxış edən legionerlərini doğma meydanda görsünlər. Onların haqqı deyilmi? Klub rəhbərləri niyə bunu düşünmür? Zamanında işlərə start verilsəydi, düşünürəm ki, artıq iri çapda işlər arxada qalmışdı. Düşünürəm ki, artıq böyük həcmdə işlər görülüb qurtarmışdı. Təəssüf ki, biz bunu görmürük. Təəssüf ki, hər iki klub rəhbərliyi sakit, səssiz rejimdə dayanıb. Niyə, nəyi gözləyirlər anlaya bilmirəm. Bir neçə gün əvvəl Sokar Polimer Arenada oldum. Əvvəlki adı ilə desək Capital Bank Arena, Sumqayıt komandası uzun müddət ev oyunlarını bu stadionda keçirirdi. Mehmet Hüseynzadə adına Sumqayıt şəhər stadionu yenidən qurmadan sonra Sumqayıt komandasının ixtiyarına verildi və komanda ev oyunlarını orada keçirir bildiyimiz kimi, orada təbii örtüşdü. Ötən mövsümün gedişində Sumqayıt rəhbərliyi öncə Sokar Polimer Arenanın köməkçi meydançasını örtüyünü dəyişdi, təbii örtüydü, yenə təbii örtüyü etdi. Və aprel ayının 10-u əsas meydançanında təmirinə start verildi. Təbii örtüydü, yenə təbii örtüyə keçid olundu. 2 ay 10 gün arxada qalıb, biz görürük ki, artıq ideala yaxın bir meydança hazırdır. Sumqayıt komandası istəsə bugün orada məşqlərə çıxa bilər. Rəsmi oyunlar keçirə bilər. Yəni 2 ay 10 gündən sonra stadionun vəziyyətini görürsünüz. Necə ideal vəziyyətdədir. Demək ki, istəyəndə olur. Məntiqlə baxası olsa Sumqayıt komandası əsas meydançası təbii örtükdür. İstəsə ehtiyat meydançanı Capital Bank Arenanın, hətta əsas meydançasını süni örtüyə edə bilərdi. Amma bugün görürük ki, bu klub artıq balansında 3 təbii meydan saxlayır. Sumqayıt komandası nə Neftçidir, nə Qarabağdır büdcəsinə görə. Heç sabah zirə də deyil. Sumqayıt komandası bu 3 meydançanın xərclərini qarşılaya bilirsə, İmişli və Karvan komandaları niyə bunu etmir? Uğursuz çıxışına görə Sumqayıt komandasını az tənqid etməmişik. Atdığı bir çox addımlara görə az tənqid etməmişik. Amma sırf bu məsələyə görə komanda rəhbərinə alqış düşür. Təqdir olunmalıdır. İmişli, Karvan kimi klubların rəhbərliyinə də bir nümunə olmalıdır. İşi bacarmırsınızsa, bacaranlar var. Ortada yaxşı nümunələr var. Baxın, götürün. Sumqayıt kimi mən Turan Tovuz komandasında misal çəkə bilərəm. Hətta qış aylarında, çox soyuq keçən aylarda Turan Tovuz komandasının rəhbərliyi Kürdaxanada baza tikdi.
təbii örtüşlü meydan saldı. İdeal vəziyyətdə. Təxminən 3 ayın içində, 3 aydan bir qədər artıq. Nəzərə alaq ki, qış aylarında. Demək ki, istəyəndə mümkündür. Büdcədir, zamandır, bu anlayışlar sadəcə bəhanədir. Məncə, İmişli və Karvan rəhbərliyi artıq ayılmalıdır. Premyer Liqanın startına artıq 2 aydan da az bir vaxt qalır.